hücumunun qarşısına kəsdi. Andrey Shtogrin sola, Sambu keçməyə çalışdı. Burada ehtiyac yoxdur. Çıxdı, həmçin burada Partizan futbolçusu da qarışdı. İlk hissədə də çox sərt oynayırdılar, çox kobud oynayırdılar. Bəzi epizodlarda həddindən artıq reaksiya göstərdilər Partizan futbolçuları. Burada da Sambunu zədələyə bilərdi. Həmləsi ilə Stefan Milic. Yoldaşları orada hər iki futbolçunu sakitləşdirməyə çalışır. Sambu çox əsəbləşdi. Gravillion da orada. İzləyək, təkrarını izləyək. Shtogrin Sambu da oynadı. Sambu attı, keçdi, amma çox əsəbləşdi Milic'in bu hərəkətinə. Stefan Milic kobud oynamışdı. Qaydanı pozmuşdu. Daha sonra orada diqqət yetirilməli olan oyunculardan bir də Milan Vukotic idi. Partizanın kapitanının da orada hərəkətləri artıq idi. Demək ki, yoxlama oyunlarında hər hansı bir mahiyyəti, önəmi olmayan maçlarda belə onlar daha da arzu olunmazdı. Emil Balayev orada sakitləşdirməyə çalışır hər iki tərəfi. Çox əsəbləşdi olur, çox çıxdı özündən. Qırmızı vərəqə göstərilir. Yəqin ki, Milic idi orada. Stefan Milic. Qaydanı pozan futbolçu və ehtimala Sambuya da göstəriləcək. Bu reaksiyadan sonra hər iki futbolçu yəqin ki, eyni qərar verir. Passala Sambuya və Stefan Milic'ə qırmızı vərəqə göstərilir. Sambu hələ də sakitləşə bilməyib. Passala çox hissəbi, çox agresiv görünür. Bir daha izləyək orada rəqibin müdaxiləsini. Sambu keçmişdi. Ola bilsin burada yalnız müdaxilədən ibarət deyil. Bəlkə də hər hansı bir ifadə də işlədi. Çox əsəbləşdi çünki. Dərhal orada ehtiyatdakı futbolçular Rivero, Gravillion, Griezmann gəldilər. Çox çətinliklə ayırdılar futbolçuları. Və oyunda da bir xeyli pauza yarandı bu baxımdan. Gravillion'la Dembasek də. Dembasek'ə də sarı vərəqə göstərildi. Təbii ki, futbolda bu cür hallar arzu olunmazdı bu öz yerində. Amma Sambunun epizodu zamanı dərhal ehtiyatdakı bütün Neftçi futbolçularının ora şığması belə arzu olunmaz halların içində hardasa müəyyən qədər xoşa gələn bir hadisə idi. Fikir verin, dərhal hamı qalxdı ayağa, dərhal hamı şığıda ehtiyat oyunculardan meydana, Sambunun yanına. Hələ də oyun bərpa olmayıb. Ağadadaş deyəsən oyuna daxil olacaq. Salyanski formasını geyinib hazır gözləyir. Orada məşqçilər də Ververdub və Sasha İliç. Hakimin yanındadılar. Mütəxəssislər artıq 3-cü dəfə qarşılaşırlar. Ötən mövsüm Neftçi Sumqayıt oyunlarında üzrə gəliblər 2 dəfə. Biri heç-heçə bitib, birində Ververdub qalib gəlib. İsə Sasha İliç Partizanın baş məşqçisi kimi Neftçiyə qarşı mübarizə aparır. Bir qədər əvvəl qeyd etdiyim kimi ilk hissədə də rəqibin kobud oyunu, sərt oyunu diqqət çəkirdi. Birinci hissədə xırda epizodlarda belə
Partizan futbolçuları sərt oyuna, kobud oyuna üstünlük verirdilər. Bəzi müdaxilələr həddindən artıq idi. Çünki nəzərə almaq lazımdır ki, bunlar yoxlama maçlardır, yoxlama oyunlarıdır və hər iki tərəf, hər iki komanda, həm Neftçi, həm Partizan növbəti mövsümə hazırlaşır. Hər iki tərəf konferans liqasında ikinci təsdifatda mübarizə aparacaq və hər iki tərəfin istəyi bu yoxlama oyunlarının keçirilməsində sadəcə növbəti mövsümün hazırlıqlarını görməkdir. Ancaq belə oyunlarda bu cür kobud müdaxilələr, sərt mübarizələrə ehtiyac yoxdur. Çünki nəticə də önəmli deyil burada. Qalib gəlmək, məğlub olmaq, heç-heçə hər hansı bir şeyi dəyişmir. Amma yoxlama oyunlarında belə halların baş verməsi təbii ki, yol verilməzdi. İkinci hissədə çıxış edən mərkəz müdafiəçiləri Mitroviçlə Curceviçlə bu baxımdan pis məqamda seçilirdi və sonradan meydana daxil olan Stefan Milic ümumiyyətlə bu epizodda